Fitrənin çıxarılma vaxtı nə vaxtı? Fitrənin çıxarılma vaxtı Ramazan ayının 1-ci gündən etibarən bayram namazında namaza Allah Əkbər deyib qılana qədər, girənə qədər. 1-ci gündən də fitrə vermək olar Ramazan ayı. 1-ci, 2-ci, 5-ci, 10-cu, 20-ci və hakeza. Ki, bunlar bizdən soruşur, onun üçün rəqəmləri deməklə düşüncələri bir qədər özümə cəlb etmək istəyirəm. İstənilən gündə fitrə vermək olar. Amma əsasən Ramazanın sonuna yaxın insanların yadına düşür və tələsiyə düşürlər. Yəni genişlik vaxtda Ramazanın istənilən gündə fitrə çıxarda bilərsiniz. Amma Ramazanın axırıncı orucu bitdikdən sonraki Ramazan ayı bitibdir. Məğrib azanından etibarən Şəvval ayıdır. Səhər ki bayram namazı qılınacaq. Həmin vaxtdan etibarən fitrə fərzdir, vacib olur. Və bayram namazına qədər də vermək lazımdır. Bayram namazından sonra qəzaya qalır və o əda yox, qəza kimi onu verəcək, savabı da az olacaq. Onun üçün də mən də bu çəkilişi bir neçə gün qabaqdan edirəm ki, məlumatınız olsun deyə və fitrələrinizi çıxardasınız deyə inşallah.